Gecə yatağa uzandınız, amma ürək döyüntünüz azalmaq bilmir. Sanki ürəyinizi boğazınızda, qulaqlarınızda hiss edirsiniz. Yatdığınız yerdə davamlı ürək döyüntüsünü hiss edirsiniz. Bu əslində çox vaxt ritim pozğunluğu, aritmiya deyildir. Bunun altından çox vaxt pis bir şey çıxmaz, amma bunun altından yaxşı olmayan bir həyat tərzi çıxar. Əgər yuxudan öncə dinləməyi etmirsinizsə, yatağa gərgin və stresli bir şəkildə girirsinizsə, yatmadan əvvəl işıqları azaldıb gözlərinizi dinləndirmirsinizsə, yatağa birbaşa uzandığınızda təzyiqiniz bir miqdar yuxarı qalacaqdır. İntensiv və gərgin bir gün içərisində ürək döyüntüsünü hiss etməyə bilərsiniz. Çünki ürək ilə boyun arasında bir məsafə var və bu məsafə ürək döyüntüsünü hiss etməyimizə icazə vermir. Amma yatağa uzandığımızda bu məsafə bərabərləşir. Bərabərləşdiyi təqdirdə davamlı ürək döyüntüsünü yatdığımızda hiss edə bilirik. Yəni yatağa uzandığınızda olan döyüntülər üçün ürəyinizi günahlandırmayın. Bunun yerinə həyat tərzini dəyişdirin. Yatmadan əvvəl gözlərinizi dinləndirin, işıqları bir miqdar azaldın, mavi işıqdan, yəni telefondan, kompüterdən bir miqdar uzaq qalın və bunu ediyiniz təqdirdə ürəyinizin daha rahat olduğunu görəcəksiniz.